A nöqtəsinin hərəkətə başlayan birinci təyyarə şərq istiqamətinə, A-dan şərq istiqamətinə 3843 kilometr. B çatdı. Bura çatmışdır. C nöqtəsinin 6-cı saat qurşağının orta meridian yerləşdiyini nəzərə alaraq, bu nöqtədən qərb istiqamətə hərəkətə başlayan ikinci dəyanın çatdığı D nöqtəsinin yerləşdiyi saat qurşağını müəyyən edin. Birinci, biz A-dan B-yə bu qədər məsafə gedib və biz həmin məsafəni tapaq ki, neçə dərəcə gedib və biz baxsaq görək ki, A ilə D eyni meridiandır, C ilə B eyni meridian üzərindədir. Yəni, hansı paralel üzrədir? 40-cı paraleldə. 40-cı paraleldə 1 dərəcə qovuşun uzunluğu, biz onu əzbər bilmirik və yaxud bilməliyik. 1 dərəcə qovuşun uzunluğu 85,4 kilometrdir. Gəlin baxaq ki, 3843 kilometr neçə dərəcədir? X dərəcə 3843. İndi buradan tənasüb qururuq. X sorulsun 85,4 bərabər 3843 vurulsun 1. X bərabərdir 3843 bölünsün 85,4 bərabərdir 45 dərəcə. Deməli, A-dan B-yə 45 dərəcə gedib. A ilə B arasındakı dərəcə fərqi 45-dir. İndi deyir ki, C məntəqəsi 6-cı saat qurşağın orta meridianı. Gəlin bunu tapaq. 6 saat. Görək 6 saat neçə dərəcə dövr edir? 1 saat 15 dərəcə. 6 saat x dərəcə. X də bərabərdir. 6 vurulsun 15 bərabər 90. Deməli, C məntəqəsi meridianı olacaq 90 şərq uzunluğu. 90 şərq uzunluğu. 90 şərq uzunluğunda deyək yerləş saat qurşağını. Saat qurşağını tapmaq üçün uzunluğu tapmalıyıq. Deməli, bunlar arasında dərəcə fərqi 45-dir. Bu da 90-dır. Və ondan qərbə gedir. Ona görə 90 çıxılsın 45. 45 dərəcə. Eləcək, D məntəqəsi eləcək 45 şərq uzunluğu. 45 şərq uzunluğu tapaq ki, neçə dərəcə dövr edəcək? 1 saat 15 dərəcə. X saat 45 dərəcə. X vurulsun 15 bərabərdir 45. X bərabərdir 45. Bölünsün 15 bərabərdir 3-cü saat qurşağı. Cavab A variantı. Hansı coğrafi uzunluq ilə 180 dərəcə meridian xətti arasında yerli vaxt fərqi 1 saatdan çoxdur? Bu 180 1 saatdan çoxdur. Sağı, solu. Yəni, bu 180 meridian xətti arasında yerli vaxt fərqi 1 saatdan çox. 1 saatdan çox olmaq üçün bunlar arasında 1 saatı nə qədər dövr edir? 15 dərəcə. 15 dərəcədən artıq olmalıdır. Yəni, bu tərəfdə 15, bu tərəfdə 15 olmalı. Bu tərəf olacaq, deyək ki, 165 qərb uzunluğu, bu tərəf olacaq 165 şərq uzunluğu. 165 şərq uzunluğu. Yəni, bu məntəqələr arasında 1 saat fərq var. Və bundan o tərəfə 1 saatdan çoxdur. 175 şərq uzunluğu yanlışdır, qərb uzunluğu yanlışdır, 70 qərb yanlışdır, 70 160 qərb uzunluğu həmin o 1 saatdan kənardadır. 160 qərb uzunluğu. E variantı. Aşağıda ölkələrin hansı saat digər 4 ölkədən fərqlidir? Yəni, meridian cəhətdən bir-birindən aralıdır. Biz bunlara baxsaq, İspaniya, İtaliya, Almaniya, İsveçrə, demək olar ki, eyni meridianlar yaxındır. Amma Yunanistan biraz xeyli fərqlidir. Yer kürəsi öz ətrafında 1 saata neçə dərəcə dönsəydi, 30 şərq uzunluğu 1-ci saat qurşağının şərq sərhəddini təşkil edərdi. Şərq sərhəddini. 1-ci saat qurşağının şərq sərhəddi 30 şərq uzunluğu. Bunun şərq sərhəddi 2-ci saat qurşağının 2-nin qərb sərhəddidir. Yəni, bunların ortasıdır. 1,5
Bunların ortasıdır. Ona görə 1 sağda x dərəcə. Saat deyək ki, x 1,5. 1,5 2. Çünki ortasıdır. Bunun şərh sərhədi qərb. İkinci saat qurşağının da qərb sərhədidir. Ortası deməkdir. 1,5 saat 30. Çünki 30 şərq uzunluğu. Buradan da x vurulsun. 1,5 bərabərdir 30. X bərabərdir. X bərabərdir 30 bölünsün 1,5. 30 bölünsün 1,5 bərabərdir 20. Deməli, cavab A variantı. 20 dərəcə dönsə, birinci saat qurşağın şərq sərhəddir, 20, 30 şərq uzunluğu olacaq. Yer kürəsi öz ətrafında 1 saat ərzində neçə dərəcə dönsəydi, yəni 10 şərq uzunluğu, 10 qərb uzunluğu meridianları 0-cı saat qurşağın sərhədini təşkil edərdi. 0-cı. Bu tərəf 10 şərq uzunluğu, bu tərəf 10 qərb uzunluğu. Bu həm də 24-cü saat qurşağı sayılır, həm də 0-cı saat qurşağı sayılır. Bunların deməlidir ki, kənarları, sərhədləri təşkil edər. Bunların sərhədləri 10-dursa, ikisi bir yerdə neçə dərəcə olur? 20 dərəcə. Deməli, elə bunların dönmə bucağı da 20 dərəcədir. Çünki ortasıdır bu. 126 şərq uzunluğu 10-cu 11-ci saat qurşağın sərhədlərini təşkil edərsə, yenə 126 şərq uzunluğu 10, 11. Bu da 10,5 olacaq. 10,5. Təşkil edərsə, gələk 1 saat x dərəcə 10,5 126. Buradan x vurulsun 10,5 bərabər 126. X bərabərdir 126 bölünsün 10,5. 10,5. X də bərabərdir 12 dərəcə. Deməli, yer kürəsi 12 dərəcə. İndi 27 qərb uzunluğunu deyir. Hansı saat qurşağı? Birinci biz baxaq ki, 12 dərəcə dövr edəndə yer kürəsi neçə saat olur? Neçə saat qurşağına bölünür? 1 saata 12 dərəcədirsə, x saata 360 dərəcə. Çünki baxıq neçə saat qurşağıdır. 12 vurulsun x bərabərdir 360. X bərabərdir 360 bölünsün 12. X də bərabərdir 30. Deməli, bizim 30 dənə saat qurşağımız var. İndi isə deyir ki, 27 qərb uzunluğu. Qərb uzunluğu olanda biz demişdik ki, yenilik 360-dan çıxırıq. 360 çıxılsın 27 bərabərdir 333. 333 dərəcə. Gəlin bunu tapaq. 1 saata 30 dərəcə. X saat 333. X vurulsun 30 bərabərdir 333. 333. Deməli, buradan da x bərabərdir 333. 333 bölünsün 30. 30 bərabərdir 11,1. Deməli, 11 düşür. 30 vur 11. 330 eləyir. 11 düşür, qalıq 3. Qalıq 7,5-dən kiçik olduğu üçün olduğu kimi qalır. Deməli, 11-ci saat qurşağında yerləşəcək. Cavab C variantı.